Salam, dərs 34-cü izahına baxaq. Beynəlxalq siyasi münaqişələr, dövlətlərin idarə etmə forması, inzibati ərazi quruluşu. Siyasi münaqişə dövlətlər arasında müxtəlif səbəblərdən baş verə bilər. İstər hakimiyyət uğrunda, istər hər hansı bir təbii resurs uğrunda siyasi münaqişə başlana bilər. Dövlətlərin siyasi münaqişəsi nəticəsində qaynar nöqtələr yaranır. Qaynar nöqtələr dövlətlərin arasında olan problemli ərazilər üçün yaranmış hissələrdir. Qaynar nöqtələrə Cənub-Qərbi Asiyada Kürd problemini deyə bilərik ki, Suriya, İraq, Türkiyə arasında baş verir. Kipr və İsrail-Fələstin münaqişəsini, Şri-Lankada Tamil İlam, sonra Hindistan, Pakistanda Azad Kəşmir ərazisini, Tayvan, Tibet, Çində və s. göstərmək mümkündür. Bundan başqa Avropada da siyasi münaqişə ocaqları var. Asiyada ən çox Gürcüstan, Suriya, İraq, İsrail, Yəmən, Pakistan, Çin arasındadır. Afrikada Kongo, Sudan, Çad, Mərkəzi Afrika, Efiopiyadadır. Avropada isə Ukrayna ilə Rusiya arasında, Böyük Britaniyada Ulster bölgəsini göstərə bilərik. İrlandiya ilə arasında olan problemdir. Moldovada Dnestriyanı, İspaniyada Basklar ölkəsi silahlı münaqişə ocaqlarındandır. Bir də Avropada sivil mübarizə aparan bölgələr var. Sivil mübarizə odur ki, burada yalnız danışıqlarla, sözlə aparılır. Yəni heç bir silahdan istifadə olunmur. İspaniyada Kataloniya, Böyük Britaniyada Şotlandiya sivil mübarizə aparmaqla müstəqillik əldə edəcəklərinə inanırlar. Ölkələr arasında baş verən bu siyasi münaqişələr onlar arasında demarkasiya xəttinin yaranmasına səbəb olur. Demarkasiya xətti ölkələr arasında mübahisələr həll olunana qədər razılaşdırılmış sərhəd xəttidir. Delimitasiya isə artıq ölkələr arasında mübahisəli sərhədlərin beynəlxalq qaydada razılaşdırılmasıdır. Demarkasiyada müvəqqəti çəkilmiş bir xəttdir. Delimitasiya isə qanunla artıq razılaşdırılmış bir sərhəddir. Hazırki dövrdə bəşəriyyətin qarşısında duran ən mühüm problem artıq bir çox ölkələrdə terrorizmə qarşı mübarizə, eyni zamanda nüvə silahının yayılmasıdır. Hazırda 5 ölkə, ABŞ, SSR, Böyük Britaniya, Fransa, Çin nüvə dövlətlərinə üzv olmuşlar. İran, İraq, İsrail və bəzi ölkələrdə nüvə proqramı üzrə çalışmış ölkələrdir. Bundan başqa var neytral ölkələr. Neytral ölkələrə Avstriya, İrlandiya, İsveçrə, Panama, Kamboca, Kosta-Rika, Özbəkistan, Türkmənistan aiddir. Neytral ölkələr heç bir hərbi münaqişədə iştirak etməyən ölkələrdir. Dünyanın 121 ölkəsi qoşulmama hərəkatına üzvdürlər. Azərbaycan da qoşulmama hərəkatına üzvdür. Xəritəyə diqqət yetirsək, tünd göylə verilmiş ərazilər qoşulma hərəkatına üzvdürlər. Mavi rənglə verilmiş ölkələr isə qoşulmama hərəkatında müşahidəçi qismində olan ölkələrdir. Digər ölkələr isə üzv deyillər. Diqqət yetirsəz, əsas da inkişaf etmiş ölkələr üzv deyillər. Amerika qitəsindən Meksika üzvdür, Braziliya, Argentina, Paragvay, Uruqvay, daha doğrusu üzv yox, qoşulmama hərəkatında müşahidəçidirlər. Üzv olan Mərkəzi Amerika ölkələridir. Peru, Çili, Ekvador, Venezuela bu ölkələrdir. Afrikada 2 ölkədən başqa hamısı üzvdür. 2 ölkə, bu hissədə yerləşən ölkə Qərbi Səhra, mərkəzində yerləşən ölkə isə Cənubi Sudan ölkəsi. Bunlar nə üzvdür, nə də ki müşahidəçidir. Asiyadan isə götürsək Çin, Qazaxstan bunlar müşahidəçidir. Amma Hindistan, Ərəbistan, Ərəb ölkələri, Hind ölkələri, Monqolistan, Şimali Koreya bunlar üzvdür. Avropadan isə Ukrayna müşahidəçidir, Belarus üzvdür. Bu dövlətlərə diqqət edək. Dövlətlər arasında münaqişələr
bir neçə mərhələdən keçir. Birinci, dövlət tərəflər arasında ziddiyyət yaranır. Ziddiyyət artıq hərbi yolla həll olunmağa başlanır. Hərbi yolun mümkünsüzlüyü atəşkəsə gətirib çıxarır. Artıq tərəflər arasında münasibətlər siyasi yolla tənzimlənir. Dünya üzrə ən mühüm beynəlxalq hərbi və siyasi təşkilat NATO və ATƏT ölkələridir. NATO Şimali Atlantika Müqaviləsi Təşkilatıdır. 1949-cu ildə yaradılmışdır. NATO sülhün qorunmasını təmin etmək üçün istənilən aqressiya formalarını dəf edə bilir. Hətta lazım gəldikdə hərbi gücdən də istifadə etmək hüququna malikdir. NATO ölkələrinə aid olan ölkələr ABŞ, Kanada, İslandiya, Norveç, İsveç aid olmaqla 32 üzvü var. ATƏT ölkələri. ATƏT-in isə 56 üzvü, 11 tərəfdaş dövləti var. Eyni zamanda Azərbaycan da ATƏT-ə üzvdür. Dövlətlərin idarəetmə formaları, inzibati ərazi quruluşu. Dövlət dedikdə müəyyən sərhəddə malik olan və bu sərhəd daxilində bir və ya bir neçə millətin yaratdığı bir siyasi qurumdur. Dövlətin əsas 3 əlaməti var. Ərazisi, əhalisi və idarəetməsi. Ərazisi onun hər hansı bir sahə əhatə etməsi, əhalisi isə orada yaşayan xalqlardan ibarətdir, idarəetməsi isə onun idarə olunma formasıdır. Dövlət idarə olunma formasına görə respublika, monarxiya olmaqla 2 hissəyə bölünür. Dünyada çox ölkə respublikadır. Amma monarxiya ölkələri də var. Respublikada dövlətin başında prezident, baş nazir durur. Ölkənin idarə edilməsində əsasən hüquqi normalara əsaslanır. Respublikada qanunverici hakimiyyət parlamentə, icra edici hakimiyyət hökumətə məxsusdur. Respublikanın özü də 2 yerə bölünür. Prezidentli və parlamentli respublika. Prezidentli respublika Azərbaycan, ABŞ, Argentina, Braziliya, İrandır. Burada prezidentin hüquqları daha çoxdur. Hökumətə özü başçılıq edir. Parlamentli respublikada isə Yunanistan, Almaniya, Hindistan, İsraildir. Burada parlament qanun verməklə yanaşı, hökumətə də parlament nəzarət edir. Yəni, dövlətin əsas fiquru artıq burada prezident yox, baş nazir olur. Respublika idarəetmə formasını bildik. Keçdik monarxiya idarəetmə formasına. Monarxiya idarəetmə formasında cəmi dünyada 29 dövlət var. Belə ölkələrdə hakimiyyət vərəslik yolu ilə irsən keçir. Onların hakimiyyəti müddətsiz olur. Dövlətin başında imperator dura bilir Yaponiyada, Papa Vatikanda, Knyaz Andorrada, Liechtenstein'də, Hersoq Lüksemburqda, Əmir Bəhreyndə, Qətərdə, Birləşmiş Ərəb Əmirlikliyində, Sultan Bruneydə, Malayziyada, kral eyni zamanda sultan kimi kral da adlandıra bilərik. Bu ölkələrin başında prezident yox, sultan, knyaz, imperator dayanır. Monarxiyaların çoxunda monarxın səlahiyyəti azdır. Əsas konstitusiya ilə ölkə idarə olunur. Burada da hakimiyyətdə qanunvericilik parlamentə, icra edicilik hökumətə məxsusdur. Belə ölkələr konstitusiyalı monarxiyalar adlanır. Konstitusiyalı monarxiya ölkələrinə Amerikada belə bir ölkələr yoxdur. Şimali Avropada İsveç, Norveç, Danimarka. Orta Avropada Böyük Britaniya, Belçika, Niderland, Lüksemburq, Liechtenstein. Cənubi Avropada İspaniya, Andorra, Monako. Keçdik Asiyaya. Cənub-Qərbi Asiyada İordaniya, Küveyt. Cənubi Asiyada Butan, Cənub-Şərq Asiyada Tayland, Kamboca, Malaiziya, Şərq Asiyada Yaponiya, Afrika ölkələrindən Şimali Afrikada Mərakeş, Cənubi Afrikada Esvatini və Lesotho, Okeaniyada isə Tonga daxildir. Konstitusiyalı monarxiyadan başqa monarxiyanın bir növü də mütləq monarxiyadır. Mütləq monarxiyada bütün hakimiyyət monarxa məxsusdur. Burada artıq monarxın hakimiyyəti məhdudsuzdur, məhdud yoxdur. Mütləq monarxiya Cənub-Qərbi Asiyadan Oman, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyindir. Mütləq monarxiyanın bir forması da teokratik monarxiyadır.
Teokratik monarxiyada ölkənin başında ruhanilər, din xadimləri durur. Belə ölkələrdə dini hakimiyyət hökm sürür. Mütləq teokratik monarxiyaya Vatikan, Səudiyyə Ərəbistan, Bruney daxildir. Eyni zamanda formal monarxiya var. Formal monarxiyada monarxiyalıq formal xarakter daşıyır. Böyük Britaniyanın başçılıq etdiyi 50-dən artıq hissə aiddir bura. Formal monarxiyalar hansı ölkələrdir? Avstraliya, Yeni Zelandiya, Papua Yeni Qvineya, Solomon adaları, Kanada, Beliz, Baham adaları, Barbados, St. Kitts və Nevis ölkələri formal monarxiyadır və bura dediyimiz kimi Böyük Britaniya başçılıq edir. Ölkələrin idarə edilməsi necə fərqli olduğu kimi, inzibati ərazi quruluşunda da fərqlilik nəzərə çarpır. İnzibati ərazi quruluşu unitar və federativ olmaqla iki yerə ayrılır. Unitar vahid təş deməkdir. Burada dövlət vahid konstitusiya, vahid qanunverici, icra edici hakimiyyət altında birləşir. Dünyada çox dövlət unitardır, eyni zamanda da Azərbaycan. Unitar dövlətlərin tərkibində rayon, vilayət və s. bölgü aparıla bilər. Amma bunların heç biri müstəqil hüquqa malik deyil. Hamısı bir dövlət tərəfindən idarə olunur. Federativ dövlət isə ittifaq, birlik mənasını verir. Müəyyən müstəqilliyə malik olan ərazilər könüllü olaraq bir dövlətdə birləşirlər. Federativ ölkələr unitar ölkələrdən azdır. Federativ ölkələrə hər birinin özünə məxsus konstitusiyası, paytaxtı, gerbi, bayrağı və s. ola bilir. Onlar daxili əmrdə özlərinin əmrləri olur. Daxili idarə etmədə öz idarə etmələri olur. Amma xarici idarə etmədə bir ölkə daxilində qərar verirlər. Eyni zamanda federativ ölkələr ərazi vahidləri müxtəlif xüsusiyyətlərinə görə fərqlənə bilir. Federativ ölkələrin Rusiya, Hindistan, Nigeriyada ərazisi milli etnik əlamətə görə birləşib. ABŞ, Kanada, Meksika, Avstraliya, Almaniya, Avstriyada isə tarixi coğrafi xüsusiyyətlərinə görə birləşmişlər. Federativ dövlətlər Amerika qitəsində ABŞ, Kanada, Meksika, St. Kitts və Nevis, Venezuela, Braziliya, Argentinadır. Qərbi Avropada Almaniya, Belçika, Avstriya, İspaniya. Şərqi Avropada Bosniya, Hersegovina və Rusiya. Cənub-Qərb Asiyada İraq, Birləşmiş Ərəb Əmirliyi. Cənubi Asiyada Hindistan, Pakistan, Nepal. Cənub-Şərq Asiyadan Myanma və Malaziya. Afrikada Nigeriya, Efiopiya, Car, Sudan, Cənubi Sudan, Somali. Avstraliya və Okeaniyada isə Avstraliya İttifaqı və Mikroneziya daxildir. Federativ dövlətin içərisində konfederasiya dövləti ayırır. Yeganə konfederasiya dövləti İsveçrədir. Konfederasiya dövlətində burada, yəni İsveçrə dövləti federasiyadan fərqli olaraq müəyyən məqsədlər uğrunda birləşmiş müstəqil subyektlərin daha yüksək səviyyədə olan ittifaqıdır. Yəni burada federasiya daha üst səviyyədədir. Konfederasiya federasiyanın daha üst səviyyəsi mənasındadır.